Yol qazılıb, amma təmir işləri yekunlaşmayıb. Nəticədə ərazidə təhlükəli vəziyyət yaranıb. Görüntülər Sumqayıt şəhəri Çerkasi küçəsindəndir. Mövcud problem şəhərin Çerkasi küçəsində, yəni hazırda dayandığım bu ünvanda yaşanır. Belə ki, avtomobil yolun bir hissəsində qazıntı işləri aparılıb, ancaq abadlaşdırma işləri görülməyib. Sürücülər də məhz bu vəziyyətdən narahatdır və bildirirlər ki, bu istiqamətdə 2 avtomobil saxlanılıb ki, qəza şəraiti baş verməsin. Xəzər xəbərə müraciət edən sakinlər deyirlər ki, sözü gedən ünvanda yola asfalt qatı tökülsə də yayılmadığından yolun səthi nahamar vəziyyətdə qalıb. Daş və asfalt qalıqları yolun hərəkət hissəsinə səpələnib. 3 ayda dolar. Hətta o günləri mən burada qaçıranı maşını avtoqaza yağdıracaqdım burada. Yol çox pisdir, bərbad gündədir bu yol. Yəni bu formada belə qalıb. Bəli, 3 ayda baxan yoxdur yollara. Latoklardır, o qabaq da var, qaçırırsan mənə yağmaya düşməyəsən, maşın zərər çəkməsin, gənə belə hadisələr olur. İndi də bir asfalt töküblər. Baxın da asfaltı görün nəsə töküblər. Bu avtomobilləri qəza şəraiti olmasın deyənə qoyublar. Vallahi bilmirəm ki, onu mən bilmirəm. Hər halda bu markalı avtomobilləri qoymaqdansa bura bir znak qoymaq da lazım deyil. Əslində düzəlib qutarıb. Sadəcə asfaltı çəkmək lazımdır görüş. Bu qədər sadə. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən Xəzər xəbərə bildirilib ki, Çerkasi küçəsindən keçən diametri 600 mm olan kanalizasiya xəttində çökmə və qəza baş verib. Qəzanın aradan qaldırılması üçün ərazidə təmir işləri aparılıb və xətt artıq bərpa olunub. Son vaxtlar havanın qeyri-sabit keçməsi səbəbindən yolun asfalt örtüyünün tam şəkildə bərpası mümkün olmayıb. Hava şəraiti sabitləşən kimi qısa müddətdə həmin ərazidə asfaltlanma işləri yekunlaşdırılacaq.